Salam Bakı. 3 yanvar 25'in 26-cı il uje 26-cı il 21-ci əsr saat versinlər. Demək, kanalların uje bəzilərində, bəzi yerli kanallarda uje fit buraxırlar uje ki var uje ne ona uje namek edirlər ki internetin qiyməti bizdə ucuzdur. Qonşu ölkələrdə, Türkiyədə nə bilim qaldırırlar qiymətin interneti, kəllə sarxa, bulanın dediyinə görə. Qonşu Rusiyada, Gürcüstanda qiyməti qaldırırlar, millivari, 5-10 manat. Ona görə ki, qiyməti ucuzdur, çox ucuzdur. İnternetin qiyməti ucuzdur. Demək, o deməkdir ki, yəni ki, əgər bunu namək edirlər ki, eğer buna işarə edirlər ki, namək da, yəni ki, tonk namək edirlər da, bunu edirlər ki, yəni internetin qiyməti burada ucuzdur. Yəni bu o deməkdir ki, yəni internetin qiymətini qaldırmaq fikrindədirlər bunlar. Prosta bıraxıblar da, indi fitfanı bıraxıblar cəmaatın arasında, görsünlər, görək cəmaat necə buna reaksiya edəcək. Reaksiya verəcəyinə görə qoy qaldırsınlar 100 manata da internetində qiymətində. 18 manat idi məndə internet, Bak Telekomda. Onu elədilər 25 manat, üstə gəl 2 manat telefon, ev telefonu. 27 manat indi ayda mən telefona, internet üstə gəl telefona pul verirəm. Aylıq. İndi də belə buna namək edirlər ki, ən azı boşunda, yoxsa bəlkə də maksimum 5 manat, o 25-in də üstünə gələcək, olacaq nə qədər? 30 manat. 2 manat da telefon, 32 manat. Beləliklə, bu təzə ilin, təzə qiymətləri ilə, təzə qiymət ucalması ilə, Planet Parniz Baku demişkən, qiymətlərimizin ucalma naminə sizi təbrik edirəm. Hələ bunu qoyaq qırağa, dekabrın, yanvarın 31-dən, fevralın 1-nə keçən gecə tarif şurası yatacaq, yuxuda nə görəcəklər, səhər də duracaqlar, həmin o yuxuda gördüklərinin, gördüyü məsələn o kommunal qiymətlərin qiymətini qaldıracaqlar kəllə çarxa. Yəni o axır 5-6 ildir burada belə başladı bu şey bu. 6 il, 21-ci ildən başladı mənim biləndə belə şeylərdə. Hər il ilbəil nəyinsə qiymətini qaldırırlar. Bu ildə yəni istisna olmayacaq. Bax belə, beləcə belə.